Salam əziz izləyicilər, Adalya Hub verilişində yenidən efirdəyik. Verilişimizin bugünkü qonağı Fiday Uşaq İnkişaf Mərkəzinin təsisçi direktoru Lalə İsrafilova. Lalə xanım, xoş gəlmisiniz. Xoş gördük Dilşad xanım. Necəsiz? Təşəkkür edirəm. Siz necəsiz? Çox yaxşı. Sizi görüb necə olmaq olar? Təbii ki, əla. Qarşılıqlıdır. Lalə İsrafilova kimdir? Lalə İsrafilova. Hı -hı. Uşaqları sevən, Hı -hı. İnkişaf Mərkəzinin rəhbəri, Hı -hı. 2 uşaq anası Hı -hı. və onların timsalında qurduğum kiçik bir dünya. Nə gözəl. Lalə xanım, siz uşaq bağçasını işlətmək, ümumiyyətlə uşaq inkişaf mərkəzini işlətmək, mən özüm də bir zamanlar işlətdiyim üçün bunu bilirəm ki, uşaqları sevmədən, bu işi sevmədən bu işi görmək mümkün deyil. Və sizin də bağçanızın, belə deyək, inkişaf mərkəzinin adı Fiday. Niyə məhz Fiday? Fiday övladlarımın adının birləşməsidir. İstədim o adı yaşadım və o ad altında bütün uşaqların sevgisini orada tamlaşdırmaq, sevgisini böyütmək. Nə gözəl. İki uşaqdan yeni bir üçüncü övlad dünyaya gətirmisiniz. Siz yenə də olub Fiday. Bu bağçada sizə hansı yaş kateqoriyasında uşaqlar gəlir? İnkişaf ümumiyyətlə hansı xidmətləri həyata keçirirsiniz? Bizim xidmətlərimiz genişdir. Aha. İnkişaf mərkəzi olaraq kiçik yaşlardan ta ki ibtidai siniflərə qədər olan uşaqlarımız var. Mərkəzin nəzdində 1 yaşdan etibarən uşaqların qəbulu var. Erkən inkişaf proqramlarımız var. Azərbaycan dili, rus dili üzrə qruplarımız var ki və bundan əlavə məktəbə qədər hazırlıq qrupumuz var. Bu il 15 məzunumuz oldu. Ay nə gözəl. Bəli, hər biri çox uğurla bizim mərkəzimizi nailiyyətlərlə bitirdilər və inşallah onları 1-ci sinifə yola salacağıq. Nə gözəl. Təbrik edirəm sizi. Çox sağ olun. Ümumiyyətlə bağçaya gələn uşaqlarda fərqi yoxdur. İnkişaf mərkəzinə gələn uşaqlarda adətən uşaqlarda bu adaptasiya dövrü uyğunlaşma biraz çətin olur. Bu hansı çətinliklərlə qarşılaşırsınız siz bu zaman uşaqlar bağçaya gələndə? Bilirsiniz, ilk növbədə düz deyirsiniz, uşaqların adaptasiyası çətin olur və mən həmişə çalışıram ilk valideynlərlə özüm görüşüm, müəllimləri tanış edim və birinci mərhələdə mən çalışıram valideynlərin güvənini qazanam. Çünki onlar bizə güvənmədilər ki, öz can parçalarını bizə etibar etsinlər. Və müəyyən bir period var, hansı ki 1 həftə, 1 ay müddətində uşaqların adaptasiya dövrü var. Bu dövrdə uşaqlar kiçik saatlarla bağçada, mərkəzdə qalırlar. Yavaş-yavaş öyrəşirlər. Hansı üsullardan istifadə edirsiniz onları uyğunlaşdırmaq? Bəzən uyğunlaşdırma vaxtında mən özüm də iştirak edirəm. Uşaqlarla zaman keçiririk. Onlara diqqət daha çox olur. Çünki uşaq ilk evindən, anasından ayrılıb, ana qucağından ayrılıb başqa bir məkana düşür. Bəzən valideynlərə də deyirik ki, uşağı həssas valideynlər olur ki, ilk övladı olur və yaxud da uzun illərdən sonra ana olur. Onların həssaslığını çox gözəl şəkildə başa düşürük. Olur, icazə veririk ki, ana izləsin uşağını kənardan. Ancaq mən həmişə deyirəm ki, ilk gündən necə uşağı öyrətsəniz, qarşı günlərdə də uşaq elə öyrəşəcək. Çünki ağlayan kimi siz ona yaxınlaşsanız, istər-istəməz uşaq yaxşı da olsa, lap öyrəşsə belə deyəcək ki, mən ağlasam anam gəlib məni götürəcək. O səbəbdən ürəkli olan valideynlərimiz çoxdur. Məsləhətlərimizi eşidəndə çox uğurla da nəticələnir. Nə gözəl. Yəni valideynlərlə bu münasibəti, bu ünsiyyəti saxlaya bilmisinizsə, bu artıq sizin uğurunuzdur. Biz bir ailəyik. Valideyn, bağça bağımız var. Bu bağ nə qədər möhkəm olarsa, sevgi dolu olarsa, o bağın bəhrəsi də çox gözəl olar. Çox gözəl. Bəs valideynlər sizdən ən çox nəyi tələb eləyirlər uşaqlarını sizə yerləşdirərkən? Əslində valideynin tələbi çoxdur. Mən həmişə deyirəm, valideyn hər bir halda haqlıdır. Çünki bilirsiniz necədir? Biz özümüz də valideynik, anayıq və öz uşaqlarımıza nə istəyirik, nəyi arzuluruqsa, qarşımızdakını da elə görüb, elə anlamalıyıq. Hər zaman müəllimələrlə də söhbət aparanda, yəni çalışırıq ki, valideynin istəyinə uyğun hərəkət eləyək. Valideyn nə istəyir? Uşağının
rahat ortamda olması, inkişaf etməsi, yeməyi vaxtında olsun, yatmağı vaxtında olsun, ona soyuq olmasın, tərləməsin. Yəni bu kimi hallar düzdür, olur, nədənsə narahatçılıqlar da olur. Biz tədricən o narahatçılıqları bərpa edirik. Bir qadın rəhbər olaraq bunun üstün və yaxud da ki, əks tərəfləri nələrlə qarşılaşırsınız? Qadın rəhbər olmaq Mhm. həm çox gözəldir. Mhm. Qadın öz ayaqları üstündə dayanır, məsuliyyəti çox olur. Ancaq çətinlikləri də var və bu çətinlikləri zamanla aşmağa çalışırıq. Adətən mən öz zamanlarımdan danışım ki, bir qadın olduğunu gördükdə və yaxud da ki, gəlirdilər, içəri girirdilər, bir fikirləşirdilər, deyirlər ki, müdiriniz yoxdur. Deyirdim ki, buyurun, eşidirəm. Yox, biz müdirlə söhbət eləmək istəyirik. Adətən əvvəllər bağça müdirələri və yaxud da ki, o vaxtlar inkişaf mərkəzləri yox idi təbii ki, sadəcə bağça müdirləri idi. Fərqli tipajda olurdular, fərqli görünüşdə olurdular və bizi görəndə onlar bizi qəbul eləmək istəmirdilər ki, yəni Sanki qarşısındakı bəli, uşaqdır gəncdir, və yaxud da ki, gəncdir, təcrübəsizdir, çox sadədir. Yəni siz də belə bir şeylərlə Bəli, qarşılaşmısınız? bəli. Biz də artıq 8 ilə yaxındır bu sektordayıq. Mən də ilk başlayanda gəlirdilər, hətta son illərə qədər, hansı ki, biraz yaşlı nəslin nümayəndələri, nənələr, babalar gələndə, məsələn, müdirə ilə görüşmək istəyirik, görüşürdülər, qızım müdirə lazımdır. Dedim, mənə. Biraz tərəddüd edirdilər, amma zamanla o etibarı qazandıqdan sonra inanın çox rahatlıqla yəni onlar bizə etibar edirlər öz övladlarını. Hətta ikinci ana, ikinci xala kimi, Nə gözəl. Bəli, müəllimələrimizə ana deyərək, körpələrimiz inanın ki, ana deyərək müraciət edirlər. Və mən bir də bir şeylə qarşılaşmışam ki, əgər müdirə inanırlarsa, Bəli. onun sahibinə inanırlarsa, oradakı müəllimlərə də %100 inanırlar. Biz öndə gedən müdirədir, rəhbərdir. Komandanın rəhbəri necə olarsa, onun arxada gələn ordusu da o qədər güclü olacaq. Elədir. Tamamilə razıyam sizdən. Bəs uşaqlarla işləyirsiniz. Mən bilirəm ki, uşaqlarla işləyəndə insanın başına çox maraqlı hadisələr gəlir, çox gülməli, həm düşündürücü. Yəni sizi həm ən çox düşündürən, həm də ən çox güldürən hansı hadisə olub, hansı hadisə ilə yadda qalıb? Yadda qalan hadisələrimiz çox olur. Təbii ki, duyğulu anlarımız da olur. Mən həmişə o istəyərdim ki, bütün ailələr tam olsun, tamlığını qorusun. Bəzən olur ki, analar fədakardır, qadınlar bilirsiniz fədakardır. Yəni elə əksər valideynlərimiz var ki, övladını tək gətirir. Onun həm atası, həm anası olaraq təqdim edir və çıxışda elə olur hansısa tədbirlərdə, çıxışlarda olub ki, hamının atası gəlib, kiminsə anası gələndə bəzən o uşaqlarda çox böyük aqressiya yaradıb ki, mən də atamı istəyirəm, mən də istəyirəm atam gəlsin. Travmadır. Bəli, bəli. Biz valideynlə çalışırıq ki, həmrəy olaq və onu bu travmasını aşa bilək. Ancaq o burada bəli, içdən gələndə duyğusal olursan, təbii ki, narahatçılıq da keçirirsən. Belə hallarımız olur. Bəzən duyğulanırıq. İnanın ki, elə bir hadisələr olur ki, biz günlərlə bunu unuda bilmirik. Amma bəzən də olur ki, axşam saatlarında valideynlər gəlir, düzülür ora, uşaqlar getmək istəmir. Nə gözəl. Və hətta öz anasından çox müəlliməsinə ana deyib qucaqlayan ki, getmirəm mən. Elə uşaqlarımız da var. Görün nə qədər sevgi, məhəbbət görürlərsə, evlərinə də getmək istəmirlər. Bəli. Siz o uşaqlardan sonra öz həyatınızda nəyi dəyişdiniz? Nəyi öyrəndiniz onlardan? Uşaqlardan çox şey öyrənmişəm. Uşaqlar safdır. Sevgini çox tez anlayırlar. Bilirlər kim səni sevir, kim səni sevmir. Ümumiyyətlə uşaqlarla daimi münasibətdə olan insanlar daha həssas olurlar, duyğusal olurlar. Uşaqların dilindən anlayırlar, belə desək. Yəni bəzən uşaqlaşırıq, biz özümüzü uşaq kimi davranırıq.
Və onlar inanırsınız ki, mən hər işə gələndə, eee, qaçırlar qarşılar məni elə, qucaqlayırlar, elə öpürlər ki, inanırsınız, o sevgini yaşamaq lazımdır. Nə Həqiqətən də gözəl. onda qürur duyuram ki, nə yaxşı ki, mən, bu sahəni seçmişəm, uşaqların sevgisini qazanmışam. Təbii ki, hər işdə çətinlik olduğu kimi bizim işlərimizdə də çətinliklər olur. Biz də kədərlənə bilirik, Hı -hı. həyəcanlana bilirik, narahatçılıq keçiririk, amma sonda dönüb arxaya baxanda, o bizim, böyütdüyümüz körpələri görəndə qürur hissi duyuruq. Bəli, fidayin fidanları. Bəli, fidayin fidanları. Fidayin fidanları. Hətta bəzən mənə Fiday xanım da deyirlər. O Ay, nə qədər gözəl. bəli, çox adam kontaktına məni Fiday kimi yazır. Bəzən gəlirlər Fiday xanım burdadır. Yəni bu adı qazanmaq özü böyük bir qürurdur. Hə, indi keçək növbəti sualımıza. Buyurun. Qız və oğlan uşaqlarının arasında tərbiyəsində fərq olurmu? Qız və oğlan uşaqlarının arasında təbii ki, fərq olur. Hı -hı. Oğlan uşaqları daha erkən olur, Hı -hı. daha nadinc olurlar. Bəzən gətirirlər valideyn. Deyir ki, mən inanmıram ki, siz bunu bağçaya öyrəşdirəcəksiniz. 2 gündən sonra deyəcəksiniz ki, gəlin aparın. Deyirəm, siz bizə güvənin. Biz onu o qədər gözəl öyrəşdirəcəyik. Siz bizə təşəkkür edəcəksiniz ki, uşağımda o qədər dəyişiklik Yaxşı var. ki, valideynlər amma bunu özləri anlayırlar və etiraf eləyirlər. Bəli, müasir dövrün valideynləri, anaları həqiqətən də çox o qədər inkişaf ediblər. Hı -hı. O qədər hər tərəfli bizi başa düşürlər. Bəzən olur da uşaqdır, yıxıla bilir, bir-birindən toqquşa bilir. Hansısa bir üzündə, gözündə xırda cızıqları ola bilir. Həmin vaxt valideynlər daha doğrusu müəllimələr həyəcanlanırlar ki, vay, mən nə deyəcəm valideynə? Ancaq o qədər gözəl bizi başa düşürlər. Yəni bəzən olur ki, ay müəllimə narahat olma. Yəni ki, evdə də olur və Nə yaxşı. inanın ki, şənbə bazar aparanda mən qrupa səs göndərirəm ki, biz uşaqları sizə necə vermişiksə, xahiş edirik sağ-salamat bizə təhvil verəsiniz. Şənbə bazar günləri uşaqlar evdə olurlar, qarışıqlı, bəzən görürsən çapıqlı, buruqlu, yəni burnu qanamış, gözünün altı göyərmiş, yıxılırlar da uşaqlar. Gətirirlər, gəl mənə deyirlər ki, layıqım, şənbə bazar da işləyə bilərsiniz, biz bunlarla bacarmırıq. O zaman dediniz ki, 8 ildə artıq fəaliyyət Bəli. göstərirsiniz. 8 il ki, əvvəlki valideynlərlə indiki valideynlər fərqlənir bir-birindən. Bəzi hallarda bəli fərqlənirlər. Hı -hı. Bilmirəm bizim təcrübəmiz artıb illərlə biz artıq fərqindəliyi görə bilirik. Ya bilmirəm bəlkə də dəyişilib doğrudan da. İndiki valideynlərimiz də cavandılar və Hı -hı. bəzən 2 uşağı bir yerdə saxlaya bilmirlər. Yəni gətirib verirlər bizə. Elə olur qapını açırlar. O qədər etibar edirlər ki, inanırsınız. Götürün sizi. Götürün. Baxırsan ki, koridorda uşaq var. Bunu kim gətirdi? Valideynlərdir də. Biz Nə hamısını gözəl. çox sevirik. Burdan təşəkkür edirəm hər birinə ki, bizə olan güvənləri, etimadları üçün və mən hər zaman çalışıram ki, onların etimadını doğruldum. Bu gözəl bir şeydir. Mən deyərdim ki, saflığı və sevgini o uşaq inkişaf mərkəzindən öyrənmişəm və o hələ də məndə davam eləyir və uşaqlarla hər gün işlədikcə, hər gün gördükcə, hətta uşaqlardan mənim öyrəndiyim də çox şeylər olurdu ki, öz istədiyini eləyəcəksən. Yəni sənə xoş gələn bir mühitdə olacaqsan. Mən uşaqlardan məsələn bunu öyrənmişəm. Çünki onlara xoşuna gəlməyən, onların qane eləməyən hər hansı bir tədbir keçirəndə və yaxud da nəsə eləyəndə onlar ondan razı qalmırlar və onlarda maraq doğurmur. Və onlar öz istədiklərini istəyirlər. Öz istəkləri, yəni onlara maraq qatacaq bir şey, maraq qatacaq, bəli. Özlərini rahat hiss eləyəcəkləri və mən uşaqlardan onu öyrənmişəm. Hələ bu yaşıma qədər də davam eləyir ki, mənə xoş gələn bir şey. Mən özümü harda rahat hiss eləyirəmsə, orada olum. Rahat hiss eləmədiyim heç bir yerdə özümü görmək istəmirəm. Yəni bu uşaqlardan mənə keçən. Əslində çox yaxşı bir haldır. Bəzən biz istəməyərəksə hansısa bir yerdə olmaq məcburiyyətində qalırıq. Ancaq zaman keçdikcə bunu özümüzdə o halları biraz uzaqlaşdırırıq ki, öz istəklərimizə, özümüzün rahatçılığımız. Mən çox efirlərdə olmuşam. Ancaq bəzilərində sıxılırsan. Qarşı tərəfdən də çox şey asılıdır. Yəni o enerji söhbəti var. Sizin enerjiniz bizim enerjimiz maşallah. möhtəşəm. Mən burada bilmirəm necə Bizim danışıram. studiyanın da enerjisi möhtəşəmdir çünki burada ədalətdir. Bəli, bizim enerjimiz, yəni siz və gələn hər bir qonaq bunu deyir ki, bizim enerjimiz burada çox gözəldir və hər kəs sanki biz söhbət eləyirik burada. Yəni özünü müsahibə edək. Təşəkkür edirəm Mən sizə təşəkkür edirəm ki, gəlmisiniz.
Bəs yaxşı, bu sizə gələn uşaqlar mən əminəm ki, xoşbəxtdirlər. Çox razıdırlar sizdən. Amma bir valideyn olaraqmı deyim, bir uşaq inkişaf mərkəzinin rəhbəri olaraqmı, bir qadın olaraqmı xoşbəxt uşaq böyütməyin sirri nədir? Yəni bir qadın ailəsində ən azı 2-3 övlad dünyaya gətirə bilər və təbii ki, nənələrimiz keçmişdə ən çox 10 nəfər, 10 uşaq tərbiyə eləyə bilər, amma siz hər il yüzlərlə, nə bilim, onlarla uşaqları yola salırsınız, tərbiyə eləyirsiniz və siz o uşaqların xarakterlərinə görə daha çox bilirsiniz ki, hansı uşaq necə olur, nə formada olur, onlara yəqin ki, fərdi yanaşırsınız. Hər bir hamısına eyni qaydada Əlbəttə. yanaşmaq da mümkün Bəli. deyil. Bəs amma onları ümumiləşdirən bir şey var ki, xoşbəxt uşaqlar. Sizcə bu xoşbəxt uşaqların sirri nədədir? Yəni nədən daha çox xoşbəxt olurlar? Mən bir söz deyim sizə. Xoşbəxt uşaq ümumiyyətlə uşağın üzərindəki xoşbəxtlik onun ailəsindən yansıyır. Aha. Ailəsində xoşbəxt ata-ana görən uşaq inanın ki, çox xoşbəxt görsənir. Çöhrəsi gülür. Nə gözəl. Mən həmişə bu mövzulara toxunanda çox bəzən narahatçılıq keçirdir, amma istəyirəm ki, bütün uşaqlar valideynlərini sevgi dolu, xoşbəxt görsünlər ki, onlar da xoşbəxt olsunlar. Uğurlu övlad yetişdirmə üçün ilk öncə onun ailəsi sevgi üzərində xoşbəxt qurulmalıdır. Və uşaq bəzən elə ailələr olur ki, aralarında münaqişələr baş verir. Uşaq hər bir halda travma alır və o travmanı özü ilə gətirə bilir, yaşadır. Olub gözümüzün qabağındakı ailəsində problem olan uşaq olub ki, dayanmadan adi oturduğu yerdə başlayıb ağlamağa və yaxud da aqressiv yanaşmağa, kimisə hansısa bir uşağı itələyib, hansısa uşağı vurmağa cəhd göstərib. Biz psixoloqla, bəli, araşdırmışıq, valideynlə danışmışıq və görmüşük ki, ailəsində problem var. Atanın elədiyi hərəkəti xüsusən oğlan uşaqları özündə daşıyır. Çox üzr istəyirəm. Ata söyüşçül olduqda uşaq da onu təkrarlayır. Ata anaya qarşı necə davranırsa. Bəli, bəli. Məsələn, əl qaldırırsa, uşaq da yanındakı dostuna əl qaldıra bilir, ona qarşı sərt davranır, kobud davranır. Baxırsan, çox yaxşı uşaqdır, çox zəkalıdır, savadlıdır. Ancaq bunun arxasında nədir? Bunu araşdırdıqda baxırsan ki, ailədən qaynaqlanır problem. Yəni ailə nə qədər möhkəm olarsa, ata-anan nə qədər çox sevərsə, o uşaq çox xoşbəxt olacaq və xüsusilə qız uşaqlarını demək istəyirəm ki, mən istərdim bütün atalar qız uşaqlarını bəli o qədər sevsinlər. Çünki mənim hər qızın öz atası onun qəhrəmanıdır. Bəli, elədir. Bəli, ən xoşbəxt qızlar onlardır ki, atalar tərəfindən sevilirlər. Mən də həmişə demişəm ki, mənim həyatdakı ən böyük şansım, bəlkə də mənim bu gün bu qədər güclü olmağımın səbəbi də atamdır. Əminəm ki, sizinlə. Bəli, mən duyğulanıram. Mən atam mənə zəng vurub deyəndə ki, mən səndən fəxr edirəm. İnanın ki, onun o sözü məni o qədər qanatlandırır, o qədər qürur. Hansısa bir çətinliyim olsa belə, mən deyirəm ki, yox. Atamın bu sözü ilə mən bacaracağam. Bəli, yəni, bacaracağam. Bilirsiniz, ata ilk növbədə qız övladını, xüsusilə mən qızları istəyirəm. Çünki qızlar zərifdir, qızların sevgiyə ehtiyacı var. Mən də hər zaman deyirəm onu. Bu mövzuda çox danışa bilərik. Yəni danışaq, çünki mən də həmişə ətrafımda olan kişilərə, yəni dostlarım olsun, qohumlar olsun, fərqi yoxdur. Əgər onların ailəsində qızı varsa, qız övladları varsa, mən həmişə deyirəm ki, atalara, qızlarınızı çox sevin. O qədər çox sevin ki, ətrafdan gələn adi bir sevgiyə möhtac qalıb yanılmasınlar həyatlarında. Mən istəyirəm ki, hər xüsusi gün olmasın. Ümumiyyətlə tez-tez atalar qızlarını nəyinəsə hədiyyə ilə, hansısa bir hədiyyə ilə sevindirsinlər, güllə sevindirsinlər, xoş sözlə sevindirsinlər ki, o qız sabah böyüdükcə, yəni balaca qız uşağını kinder bir balaca bir şeylə də sevindirmək mümkündür, bir şokoladla da sevindirmək mümkündür. Yəni mən özümdən götürürəm ki, uşaq vaxtından mən elə bir şeylərə də sevinən adamım və çox nə gözəl kiçik bir şeydən xoşbəxt olan. Nə gözəl ki, mən o barədə çox şanslıyam. Həqiqətən çox şanslıyam ki, mən elə bir atanın, ananın
hətta yəni yenə dediyimiz kimi qızlar atalarına çox bağlı olurlar və elə bir atanın qızı Bəli. olmuşam və mən heç vaxt o sevgi əskikliyini özümdə hiss eləmirəm. Çox gözəl bir hissdir. O insan özünə çox güvənir o zaman. Bəli. Ürəkli olursan ki, Bəli. arxamda atam var, Bəli. atam məni qoruyacaq, atam mənə güvənir, inanır və atanın bir kəlmə sözü ki, mən sənə güvənirəm, hətta bacarmasam belə. İnanın ki, mən ilk başlayan vaxtlarımda düzdür, yoldaşım da mənə dəstək olub. Təşəkkür edirəm burada. Amma bir də sözünüzü bağışlayın, kəsirəm, amma belə bir şey var ki, atası hansı qızı ki, atası çox istəyir, atası tərəfindən sevilən qızları nə şansdır bilmirəm, ya da ki, onların enerjisi, o frekansı ona açıqdırmı bilmirəm. Həyatlarındakı insanlar da ona o qədər dəyər verirlər. Bəli. Elədirmi? Elədir. Bilirsiniz, mən təzə başlayanda papamın bir kəlmə sözü oldu ki, get, mən sənə güvənirəm. Yəni bacarmasan da, bacarsan da arxandayıq. Yəni yetər ki, get sən bu arzunu reallaşdır. Nə Çünki gözəl. həqiqətən də uşaqları o qədər sevirəm ki, mən uşaqların ətrafında çox xoşbəxt oluram. Öz sevgimi həm öz uşaqlarıma, həm onlara vermişəm. Bəzən öz uşaqlarım məni qısqanırlar ki, mama bütün günü ancaq uşaqlarla maraqlanır, bağça ilə maraqlanır. Hətta oğlum kiçik olanda da hansısa uşaq məni gəlib qucaqlayanda, öpəndə baxırdım ki, ya ağlayırdı, ya Ay. aqressivləşirdi. Bəli, indi zamanla böyüyürlər, onlar da başa düşürlər və hər zaman onlara bir istəmişəm ki, aşılayım ki, ürəyində sevgi ilə böyüsünlər. Sevgi olan yerdə həqiqətən insan çox uğurlu olur, çox xoşbəxt olur. Yetər ki, qəlbində sevgi ilə yaşasın. Bəli. Həqiqətən də elədir. İnsan fərqi yoxdur, oğlan, qız fərqi yoxdur. Bəli. Əgər sevgi ilə böyüyürsə və qəlbində sevgi olursa, kin-kudurət olmursa, yəni hər bir insanın həyatında keşməkeşli yollar olur. Təbii. Yəni biz özümüz belə asan yollardan keçməmişik, asan yollarla gəlməmişik və yaxud da ki, hələ də keçmirik, asan deyil. Keşməkeşli yollarımız var, amma qəlbimizdəki o sevgi, mən kindən uzaq insanam ümumiyyətlə. Kinli insanların hətta mən deyərdim ki, işləri də zəif. Necə zəif? Yəni çox rahat getmir. Yəni nə zaman ki insanın içində bir aqressiya yaranır, bir kin yaranır, bir kudurət yaranır, onların işləri də axsamalı. O insanın üzünə də yansır. Siz inanın ki, içində rahat olan, xoşbəxt olan, yəni içində fərahlıq olan insanın Bəli. o simasına da yansıyır. Yəni bilirsiniz, hər zaman qarşılaşdığımız insanlarda elə olur ki, bu insanlardan o enerji söhbəti var da. Enerji ala bilirsənsə, yəni sən ondan daimi istəyirsən ki, görüşəsən, söhbətləşəsən. Enerji almadığın insandan heç cür söhbətin, hansısa bir işin alınacaqsa belə artıq ondan vaz keçirsən. Elədir. Biz bəlkə də bu, bilmirəm, həm əkizlər bürcü, həm şir bürcü, siz də mən yüksələnim şir, siz özünüz şirsiz. Aslan bürcü olaraq. Bəzən sizin bu verilişinizdə Rövşən bəy də doğrudan çox yaxından izləyirik və o qədər düz deyir ki, bu Rövşənin reklamı idi. Şir bürcü olaraq təşəkkür edirəm. Hər birini detalına çox dəqiq şəkildə deyir. Çox gözəl. Yəni deməli ki, o bürcün xarakterini bir qadın olaraq daşıyırsınız özünüzdə. Çox gözəl. Bir qadın olaraq siz xoşbəxtsiniz yoxsa güclü? Bir qadın olaraq xoşbəxt və güclü. Əslində hər bir qadın bunun hər ikisini özündə daşımalıdır. Ancaq biz çalışırıq ki, həm güclü olaq, həm xoşbəxt olaq. Xoşbəxt olmasan güclü ola bilməzsən. Hər bir qadının xoşbəxt olmaq haqqı var. Buradan bütün qadınlara xoşbəxtlik arzu edirik. Ancaq bəzi hallar olur ki, qadın istəməyərək də güclü olmaq məcburiyyətində qalır. Öz ayaqları üstündə dayanmaq məcburiyyətində qalır. Öhdəlikləri olur, övladları olur ki, ana elə bir qüvvədir ki, ana
analıq duyğusu elə bir hissdir ki, onun qarşısını kəsəcək heç bir maneə Bəli. yoxdur və varsa belə o öz gücü ilə o maneəni aşıb keçəcək ki, yetər ki, mənim övladlarım xoşbəxt olsun, üzləri gülsün. Bəzi hallarda olur, qadın olaraq xoşbəxt ola bilmirik, ancaq çalışırıq ki, öz gücümüz sayəsində övladlarımızı xoşbəxt edək, onların üzünü güldürək. Elədir. Hər bir qadın əgər anadırsa, ondan güclüsü yoxdur. Bəli. Çünki ananın bir övladı üçün eləyə bilməyəcəyi heç bir şey də yoxdur. Onu çox düzgün dediniz. Yəni ana həqiqətən də böyük, ana olmaq, qadın olmaq və ana olmaq çox böyük bir Analıq qüvvədir. duyğusu çox müqəddəs Bəli. duyğudur. Çox Və mən, gözəl. və mən bilirəm ki, siz çox gözəl anasısınız. Təbii ki, bunu Fidandan və Ayxandan soruşmaq lazım idi ki, Lalə necə anadır? Necə anadır sizcə? Necə anayam? Övladları üçün hər bir şey edə biləcək. Aha. Onların bir gülüşü üçün Mhm. bütün maneələri keçə biləcək. Güclü bir anayam. Dost olursunuzmu Bəli, övladlarınızla? bəli. Mən qızımla rəfiqəyəm, oğlumla Nə dostam. gözəl. Bəli. Elə hal mən onlara hər zaman deyirəm ki, mən sizi səhvinizlə və düzünüzlə qəbul edirəm. Təbii ki, hamımız Bəli. uşaqda olmuşuq, Bəli. çatışmamazlıqlarımız olub. Yəni uşaq Bəli, olmaq səhv eləmək bəli. deməkdir. Bəli. Yetkinlik dövründə olan övladlarım var ki, mən onlarla hər zaman fikirlərini bölüşməyini istəyirəm. İstəyirəm ki, onlar məni öz dostları bilsinlər. Yəni yanlış bir yolda olsalar belə, onlar gəlsinlər mənə desinlər ki, Nə gözəl. yəni mən səhvinizlə də, düzünüzlə də hər zaman yanınızdayam. Çox gözəl. Yəni bu çox gözəl bir təqdirə layiq bir valideynlik tərbiyəsidir, mən belə deyərəm. Bu həm də insani bir davranışdır. Çünki mən özüm də öz övladımla elə davranıram. Çünki ana elə bir şeydir, daha doğrusu analıq hissi elə bir qüvvədir ki, övladına nə satmarsan, nə o alınan deyildir, nə satılan bir şey deyil. Yəni o duyğu tamam fərqli bir şey və təmənnasız bir sevgidir. Analıq Bəli, sevgisi analıq təmənnasız, sevgisi bəli, doğrudan. təmənnasız bir sevgidir. Heç bir sevgi ilə ölçülə bilməz. Heç bir, övladın sevgisi heç bir sevginə və anadan çox övladını mən elə gəlir ki, ikinci bir şəxs, bəlkə də ata sevə bilər, bilmirəm, ata da sevə Ata bilər. sevir, əlbəttə. Ata Ata sevir, yəni ancaq valideynin ana fərqlidir. Yəni təbii ki 9 ay bətnində gəzdirirsən, sənin canından bir parçadır. Yəni çox dərinliyinə gedəndə bu çox bir möcüzədir bu. Biz hər birimiz Allah Taala'nın yaratdığı möcüzəyik. Yəni bir insandan bir insan, bizim analarımız da təbii ki bizim üçün elədir. Yəni 9 ay səni bir möcüzə kimi böyüdür, böyüdür, sonra dünyaya gətirir. Bunlar hamısı dərinliyə getə çox fəlsəfi bir fikirlər və yaxud da ki fəlsəfi bir düşüncələrdir. Çox dərinə enməyək. Amma bu duyğular var ki, bu duyğuların hamısını yaşamalıyıq və biz bunu övladlarımıza aşılamalıyıq. Düzgün şəkildə aşılamalıyıq. Yenə də dediyim kimi, onlar güvənli olmalıdırlar, güvənməlidirlər ki, arxamızda bizi qoruyacaq valideynlərimiz var. İlk növbədə dost olmalıyıq. Kənarda dost axtarmasınlar. Qız uşaqları, oğlan uşaqları, indiki dövr bilirsiniz ki, çox çətin dövrdür və biz çalışırıq onları bax belə əlimizdən qoruyaq. Amma ilk növbədə onları başa düşmək lazımdır. Bəzən inanın ki, yəni valideyn gəlir nəsə yetkinlik dövründə olan uşaqlar üçün narahatçılıq bildirəndə, narazılığını bildirəndə biz onlara psixoloq məsləhəti görürük ki, psixoloqla bir danışma aparın. Bəlkə sizin özünüzdə problem var. Uşağınızla anlaşa bilmirsiniz, başa düşmürsüz. Ya uşağı, qız uşağıdır. Elə şeylər var ki, ana, ata o qədər sərt olur ki, övladı ona öz içindəkiləri deyə bilmir. Və bunu psixoloqa yönləndiririk ki, psixoloqla bir gözəl şəkildə söhbət aparsın. Elə valideynlər var ki, yenə də dediyim kimi çağdaş dövrün müasir valideynlərimiz var ki, onlar çox gözəl başa düşürlər və təşəkkür edirlər ki, çox sağ olun, bizi belə yönləndirdiniz. Bəli, bəli. Amma bəzən də olur ki, burada düzdür, elə nüanslar var ki, ana, ata razılaşır, amma nənə, baba müdaxiləsi olur və o müdaxilədən var. Bizim dövrümüzdə psixoloq var idimi?
bəzən insanlar düşünür ki, psixoloqa problemi olan adamlar Bəli. dəlidirmi psixoloqa aparaq? Ancaq psixoloq doğrudan düzgün işini bilən peşəkar psixoloq təbii ki, bizə dəstək olacaq, kömək olacaq. Yəni bəlkə də övladımızın bizə demədiyi hər hansı bir sözü, problemi psixoloq o qədər gözəl şəkildə o uşaqdan alacaq ki, bu onun hansısa bir uçuruma gedəcək yolunun qarşısında bir dayaq olacaq. Və valideynlə birləşərək bunu bərpa etmək olar. Nə gözəl. Mən çox sevindim Lalə xanım bunları eşitdiyimə və bir qadın olaraq eşitdiyimə, bir ana olaraq və bir bağça rəhbəri, inkişaf mərkəzinin rəhbəri olaraq əgər siz bunların hamısını həyata keçirirsinizsə və valideynlərlə bu bağı qura bilmirsinizsə, mən sizə afərin deyirəm. Halal Çox olsun. sağ olun. Çünki dediyim kimi valideynlərlə işləmək o qədər də asan bir iş Uşaqlarla deyil. işləmək asandır, nəinki Asandır valideynlərlə. Mən onu həmişə demişəm. Çünki uşaqdır, ağ vərəqdir. Nəyi öyrətsəz onu təkrar eləyəcəklər. Amma valideynlər artıq müəyyən bir yaşa çatmış, tərbiyə görmüş insanlardır. Onları dəyişmək və yaxud da ki, hər hansı bir müdaxilə eləmək və yaxud da ki, fikirlərini razı salmaq bu biraz qəliz məsələdir. Mən sizə bu işdə uğurlar arzulayıram. Çox sağ olun. Bilirəm ki, işiniz heç də asan deyil, çətindir, Ancaq amma sevərək zövqlüdür. görürük. Nə gözəl. Əsas da odur ki, siz işinizi sevirsiniz. Bəli. İşinizdən zövq alırsınız və sevirsinizsə, gerisi çox asandır. Bəs yox, bizim suallarımız qurtarmayıb hələ. Suallarımız qurtarmayıb hələ. Lalə xanımın demək istəyib, indiyə qədər demək istəyib deyə bilmədiyin nəsə varmı? Kimə? Ümumiyyətlə kiməsə və yaxud da ki, həyatda Bəzən olur ki, onları deyə deməsə. bilmirsən. Deyə bilmirik və nə vaxtsa demək arzusuyla Hə. yaşayırıq. İnşallah. İnşallah deyim. Əgər çox arzuluysa inşallah. Siz bu uşaqlarla işləyirsiniz bu qədər. Təbii ki, uşaqlıq sevgi, uşaq sevgisi, uşaqlıq xassiyyətləri. Bəs Lalə xanım özü böyüyüb. Düşünürəm yox. Çünki mən uşaqlığımı nənə-baba yanında Aha. bəli, nənə-baba yanında olmuşam və onlar da elə məni böyüdüblər ki, çox uşaqlarla təmasda olmamışam. Elə bil uşaqlığımı yaşamamışam. Əslində babam rəhmətə Allah gedib. rəhmət eləsin. Yer cənnət olsun. Bütün babaların, nənələrin, Amin, dünyasını dəyişmiş valideynlərin Amin, amin. əslində gözəl böyüdüblər. Nənəm çox gözəl tərbiyə eləyib. Ancaq ki, elə bir biz 4 övlad olmuşuq. Yəni mən evin ilk övladı olmuşam. Nənəm babam tək yaşadığı üçün məni elə bil saxlayıblar yanlarında. Nə yaxşı saxlayıblar. Bu nənə-baba yanında böyüyən uşaqların yaxşı tərəfləri və pis tərəfləri var. Biraz ərköyün olurlar, Aha. bölüşməyi bacarmırlar, paylaşmağı bacarmırlar. Hər şey mənim olsun. Bəli, bəli, o mənim deyə bir istəkləri olur. Ancaq düzdür, məndə də olub. Hətta bunun əziyyətini uzun illər çəkmişəm. Doğrudan çəkmişəm. Bu ərköyünlüyün, bəzən egoist olmuşam. Ancaq müəyyən bir dövr keçdikdən sonra insan yaşa dolur və qarşısına elə bir çətinliklər gəlir ki, bu çətinlikləri aşmaq üçün sən o çətin xarakterlərdən keçmək məcburiyyətində qalırsan. Və mənim uşaqlıqda yaşamadığım o uşaqlıq sevgisini mən bağça üzərində yaşayıram. Ay, nə gözəl. Özümü o uşaqların içində xoşbəxt, onlarla oynaya da bilirəm, gülə də bilirəm, danışa da bilirəm. Yəni sərhədsiz sevgi. Onu mən bağçada tapmışam və ona görə də inanın bəzən öz evimdən çox oranı sevirəm, orada çox oluram. Çünki özünü orada tapmısan. Bəli, mənim üçün bir dünyadır ora və o dünyanı sevgi üzərində qurmuşam. Nə gözəl. İnanıram ki, sevgi üzərində qurulan hər bir şey sonluğu çox gözəl nəticələnir. Biz buna əminik. Yəni əgər hələ o işin başında siz varsınızsa, ümumiyyətlə əminik ki, Təşəkkür edirəm. o bir gün hər bir yerdə, bəlkə də təkcə Bakı şəhərində deyil, Azərbaycanın müxtəlif yerlərində, hətta Azərbaycanın sərhədlərindən kənarda da Fiday Uşaq İnkişaf Mərkəzi və İnşallah. Fiday adına biz rast gələcəyik. Və İnşallah, Fiday təşəkkür adı edirəm. elə bir xüsusi addır ki,
O adı görəndə mən hardasa görəndə ilk ağlıma gələn bir şey, assosiasiya olunan bir şey Lalədir. Lalə, Fiday, Fiday Lalə. Yəni bunu davam eləyin. Bu həmişə belə olsun. İnşallah. Həmişə. Təşəkkür Harda edirəm. sizin adınız gəlirsə Fiday yada düşsün. Harda Fiday gəlirsə adı Lalə yada düşsün. Bu yolda da sizə çox-çox Arzu uğurlar. edirəm gözəl şəkildə yadda qala. Təbii ki, Bəli. gözəl şəkildə bir işin mükəmməlini gözləmək lazım deyil. Mənə görə təbii ki, mən özüm o xassiyyətdə olduğum üçün. Çünki mükəmməlini gözləyənə qədər kimsə o işin artıq həyata keçirəcək. Amma biz işi görə-görə mükəmməl oluruq. Mükəmməlini görənə qədər bəlkə də çox zamanımız keçəcək. 5 il lazım olacaq, 10 il lazım olacaq, bəlkə də 1 il lazım olacaq. Amma o 1 ili oturub gözləyənə qədər ən azından üzərimizdə çalışıb, hər hansı bir işləri görüb, gəlib yenə o mükəmməlliyə doğru çatacağıq və biz o işi bir işin uğuru nədədir? Onu davamlı olaraq həyata keçirməkdə. Yəni birdən heç bir şey uğurlu olmur. Zamanla, Asan amma gedən bir davamlı olaraq işin marağı da olmur. Bəli. Ancaq o çətinliklə aşırsan və sonunda uğur qazanırsansa, onun xoşbəxtliyi məncə heç nə ilə əvəz olunmur və geriyə çevrilib baxanda o arxandakı bütün çətinlikləri görürsən, aşa bildiyi maneələri görürsən və sən özündən qürur duyursan ki, mən güclüyəm və mən bunu bacardım. Amma mən həmişə Allahın ədalətinə güvənirəm və düşünürəm, hər zaman da deyirəm ki, əgər Allah insana bu işi nəsib etmirsə, sən nə qədər güclü ola bilərsən, Bəli. sənin nə qədər pulun ola bilər və hər bir şey edə bilərsən. Ancaq Allah əgər buna yol vermirsə, bu heç vaxt alınmayacaq. Allahın planı daha Alınsa gözəldir. belə nəsə orada bir hadisə baş verəcək və bu dağılacaq. Ancaq Allah əgər sənin planına razıdırsa, xeyir-dua verirsə, bu iş gözəl şəkildə də həmişə davam edəcək. Mənim son ildə mən hər il sanki böyüyürəm. Özümdə hiss edirəm ki, hər il özüm üçün, hər il özümü keçən il gedişatla müqayisə edirəm və görürəm ki, nələri dəyişirəm xasiyyətimdə. Və bir daha əmin oldum ki, mənim planım, artıq kimsə məndən nəsə soruşanda deyirəm ki, mənim planım budur, amma Allahın planı nədir onu bilmirəm. Çünki mən bu son illərdə gördüm ki, mənim planım var, amma Allahın planı mənim üçün o deyil. Və mənim o planlarım olmaya da bilir. Demək ki, onun planı mənim üçün başqadır və tamam fərqli istiqamətə gedir. Sadəcə içdən istədiklərimizi o görür və bizim üçün ən yaxşı olanı da o görür. Bəzən biz bir çiçək arzulayırıq, ancaq Allah bizə gül bağçası nəsib edir. Bəli, bəli. Çox sağ olun. Çox zövqlü oldu Lalə xanım sizinlə söhbət eləmək sabah-sabah. Həqiqətən də çox xoş oldu. Mənim üçün də çox xoş oldu. Çox gözəl təəssürat yarandı, çox xoş. Neçə vaxtdır ki, söhbət eləmirdik, danışmırdıq. Bəlkə də bu da bir vəsilə oldu bizim həm söhbət eləməyimizə, həm danışmağımıza, həm bir-birimizi daha Mən də sizə təşəkkür edirəm ki, içimdəkiləri gözəl şəkildə anlada bildim Nə sizə. gözəl. O zaman belə bir sual da verim sizə. Bəs yaxşı, Lalə xanımın həyatı bir hekayə və ya bir roman olsaydı, onun adı nə olardı? Bir kitab yazsaydınız ondan. Kitab yazsaydım. Layla xanımın Gül balalar. Ay. Heç ümumiyyətlə düşünmürsünüz kitab yazmağı? Məncə bundan sonra düşünün. Mən kitab yazsam zaten uşaqlardan yazacağım, körpələrə olan sevgidən. Nə gözəl. Mən elə gəlir ki, bu gözəl insanlar bu həyatda nə isə qoyub getməlidirlər. Öz fikirlərini, öz ideyalarını, öz hisslərini, bilmirəm. Yəni gözəl insanlar, bu dünyanın həmişə gözəl insanlara ehtiyacı var. Gözəl sözlərə Dünyanı gözəlləşdirən də insanlardır. Bəli, yəni gözəl insanlar, gözəl ürəklər, gözəl sevgilər, yəni dediyim saf, qəlbli sevgilər. Məncə onlara ehtiyac var, çox ehtiyac var və onlar gizlin qalmamalıdırlar. Hər zaman özlərini göstərməlidirlər ki, biz varıq. Çünki onlar heç zaman özlərini göstərmirlər. Arxa planda gizlədirlər. Bilirsiniz, biz özünü övünən insanları mən sevmirəm. Mənəm. Düzdür, biz bəzən olur mən deyirik, ancaq o hər bir dəqiqədə sözün əvvəlində də, sonunda da mən etdim. Özü ilə övünən insanları sevmirəm və bəzən kənardan kimsə deyir ki, siz
bunu eləmisiniz, bunu eləmisiniz. Deyirəm mən neyləmişəm ki? Mən öz elədiklərimi hələ ki görmürəm, məni qane etmir və bundan artığını eləmək istəyirəm. Məncə qane eləməzsən, amma görün. Çünki gördükcə daha çoxunu eləmək istəyəcəksiniz. Və mən tanıdığım gündən bu günə mənim üçün desələr, məncə siz həm xasiyyət baxımından, hər bir şey baxımından Lalə xanım çox dəyişib, çox irəli gedib, çox yüksəlib və bu yolda sizə bol-bol şans, bol-bol uğur arzulayıram. Yəni inşallah ki, o Fidayı harda görmək istəyirsinizsə, necə görmək istəyirsinizsə, Allah sizi o arzunuza çatdırsın. Çox sağ olun. Və sizə gələn uşaqlar da xoşbəxt olsunlar, bir atalı, analı olsunlar, elə böyüsünlər. Yəni atalar qızlarını da çox sevsinlər. Siz Buradan bir mesaj bəli. ötürdük atalara. Atalar qızlarını çox sevsinlər və çox sevirlər hətta. Bəli. Və bəzi Hər bir ata istəyər ki, indi istisnalarımız ola bilər, ancaq təbii ki. hər bir ata övladını, qızını xoşbəxt görmək istəyər. Elədir. Çox sağ olun Lalə xanım. Çox təşəkkür Mən sizə edirəm. təşəkkür Sonda edirəm. bizim bu Azərbaycan xanımlarımıza, qadınlarımıza nə demək istəyərdiniz? Azərbaycan xanımlarına demək istərdim ki, güclü olsunlar, qürurlu olsunlar, özlərini sevsinlər. Çox sağ olun. Çox təşəkkür edirəm. Çox xoş Mən oldu. sizə Həqiqətən təşəkkür edirəm. zövq aldım mən bu söhbətdən və mən əminəm ki, bizim izləyicilərimiz də bu söhbətdən zövq alacaqlar. Biz eyni zamanda Fidai Uşaq İnkişaf Mərkəzinin Instagram səhifələrinə də qeyd eləyəcəyik. Lalə xanıma və yaxud da ki, bağça ilə əlaqə saxlamaq istəsəniz, siz rəylərdə, rəy bölməsində yaza bilərsiniz. Sizin təkliflərinizi, gözəl sözlərinizi, sevgi dolu sözlərinizi rəylərdə görmək ümidi ilə sağ olun, salamat qalın.